Bunlar hamısı bitmiş sketchbooklardır. Bu həm də niyə lazımdır? 20 ildən sonra bunları biz vərəqlədikdə nə yaşadığımıza baxacaq ki, nələrlə biz uğraşmışıq, işləmişik, çalışmışıq, yazmışıq, pozmuşuq. Belə fikirləşirəm, beyin hərdən 100-cü mərtəbə liftin knopkasını səhv basırıq, qalxır 100-cü mərtəbəyə. Liftin qapıları açılır, qəşəng səhnə, gözəl səhnə, sən həmin vaxtı orada qeyd eləməlisən. Qeyd edirsən və qapılar bağlanır, düşürsən sənə 9-cu mərtəbəyə. Beynimiz bizim tez-tez o vəziyyətə keçir və lazımdır ona görə qeyd eləmək. Daim qeyd eləmək və artıq yavaş-yavaş o hündürlükləri anda qeyd, daha rahat qeyd çıxa biləcək. Bu məsələ, sketchbook məsələsi ona görə fikirləşirəm çox önəmli məsələdir.